Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. İsbatus sudur. Hər hansı bir dəlilin, hökmün şaridən sadir olmağı necə isbat edə bilərik? Dedik ki, dəlillər iki cürdür. Bir şər'idir, bir də əqlidir. Şər'i dəlilin hökmən şaridən sadir olmağı necə sübut edək? Ki, bu doğrudan Allah'ın sözü yox, Peyğəmbərin yamanın sözü. Bu ki, Allah'ın sözü barəsində problemimiz yoxdur. Quran-ı Kərimdə sabitdir. Qaldı məsumların sözü. Məsumun sözü necə kəşf edə bilərik? Deyir ki, biz məsumu görmürük, məsumun min neçə cüzündən qədər yaşayır. Bəzi hallarda təvatürlə sabit olar. Yəni, hədis o qədər çox olar ki, yəqinə çatırıq ki, artıq içində səhidə var, zəiflər, belə hamısı zəif olsun. Amma o qədər çoxdur ki, çoxluğuna görə yəqin biri yalan olsun, ikisi, üçü, beşi, onda elə hamısı yalan ola bilməz ki. Məsələn, ustadlardan biri deyildir bizim Suriyada, özüm şəxsən axtarmamışam, yəni yalan deyərəm ki, özüm bir sayam. Deyirdi ki, kürlü suyun nəcis qəbul etməmək barəsində 200 yaxın rivayət var. Yəni 200-ə yaxın rivayətdə gəlibdir ki, kürlü suya nəcis dəyərsə, isi rəngi dadı dəyişməsə nə olar? Su paçqalar. 200 rivayət bizə nə deməkdir? Əşi bunun 10 yalan desin, 20 yalan, 30 yalan desin, 40 yalan, hamı elə yalan, bir dəfə hamı eyni yalan nədir düzəldirlər? Onlar deyirlər, 200 dənə müxtəlif rivayət hamısı eyni yalanı deyir. Burada artıq sən 100% yəqinə çatırsan ki, bu Allahın hökmüdür. Buna nə deyirlər? Təvatür. Yəni, xəbərlər o qədər çoxalır ki, sən artıq yəqin verir. Bu bir yoldur. Rivayətlərin çoxluğundan kəşf elədik ki, şari bizə bunu əmr eləyibdir. İstər həmən rivayətlər səhih olsun, istər zəif olsun. Fərqi yoxdur. Biz üçün artıq burada elm verir. Burada dəlil də gəzmirik ki, görəsən, bu mütəvatir rivayətlər höccətli ya yox. Niyə? Çünki elm verəndən sonra, yəqin verəndən sonra, yəqinin höccəti zatidir. Yəqin zatən höccətdir. Onda başqa bir höccətə ehtiyacı yoxdur. Yalnızca gəlir ki, bir dənə əmmül ənasır müştərək var, ondan höccətül qətr. Qət zatən höccətdir. Onda başqa bir höccət gəlsin, onu höccət eləsin, yoxdur. Öz-özünə höccətdir. İkinci deyir ki, icma və şöhrət yolu ola bilər. Nə deməkdir icma və şöhrət yolu? İcma və şöhrət yolu bu deməkdir ki, mən heç bir hədis görmədim. Hədis yoxdur əlimdə. Açdım, gördüm Şeyh Kuleyni məsələn fərzdən belə deyir ki, misal, əgər ata ölərsə, oğluna mirasdan xums vermək vacib deyil. Məsələn deyirəm də fərzdən. Açdım Şeyh Saduqun kitabı görünür ki, ata öləndə uşaqlarını çatan ersə xums vermək vacib deyil. Şeyh bu sözdür, əli, vəli, bir vəli. Gözüm gördüm, hamısı eyni sözü deyir. Müxalif tapa bilmədim. İcmada əslən şey müxalif olmamalıdır. Əslən müxalif olmamalıdır. Hamısı eyni sözü deyir. Buna deyir, əcməu ələ hadihil fətva. Bir dənə müxalif olsa... Yaxşı, bu necə hökm şərini bizim üçün sübut edir? Bu icma nə demək olsun? Bu oldu icmamız. Bir də var, məsələn, fərzəndə 90-ı, 95-i eyni söz deyir, 5-i oldu nədir? O nəşrinə deyir. Buna deyir, şöhrət, məşhur. Yaxşı, Şeyh Kuleyni də mənim kimi insandır, mən onun kimi insanam. Onun sözü mən üçün necə höccət ola bilər? Bizim üçün höccət ancaq Allah və Peyğəmbər imamın sözü höccət olur. Müştehid söz açandan höccət ola bilər. Müştehid nə qədər yuxarı getsə, axır bəşəridən çıxmır ki, yəni xəta eləyə bilər ya yox? Xəta eləyə bilər. Xəta eləyə bilən insan, yaxşı müştehid ömündə, mütədəyində, Allahdan qorxanda bizə xəyanət eləməli, bizi aldatmadı. Xəta eləmək ki, xəta eləyə bilər. Hansı əsasla mən xətakar bir insanın sözünü deyim ki, bu Allahın hökmüdür, bu düzdür. Necə mən deyə bilərəm? Elə deyil. Elə deyil ha? Müştehid mömində məni aldatmaz, amma xəta eləyə bilməz. Müştehid xəta eləyə bilməz, o insandır, bəşərdir. Bəs necə xətakarların sözü ilə Allahın sözünü kəşf eləyirik? Necə olur bu şey? Fətvada verib bəlkə dağına gəlib ki, düz eləyib, amma səhv eləmişmiş. Şəhid deyir ki, ehtimalları cəm eləyirik. Yəni, ta ki, məsələn, ki, Şeyh Kuleyni 50% ehtimal edim ki, düzdür bu fətvası, 50% xətadır, səhv eləyib. Düzdür. Böyrünə qoşdum Şeyh Saduqun fətvası, gördüm Şeyh Saduq da eyni sözü deyib. Bu da 50% ehtimal olur ki, nə? Düz deyib, 50% ehtimal edim ki, səhv eləyib. Nə bilim, Şeyh Saduqun atası, nə bilim, Şeyh Tusi, Seyyid Murtəzanəm, kim, o qədər mühəkim kəlmə çatmışdı məsələni, hamısını bir-bir yoxlam, görməyini söz deyib. Şöhrətdir, təbii. Yox,
Hamısı da yəni icmadır. Hələ icma şöhrət o zətdən fərqi yoxdur. Yavaş dedim ki, bunun biri xəta eləsin, ikisi xəta eləsin, üçü xəta eləsin. Xəta ehtimalları hər dəfə bir-birinə vurulanda, ta ki 50% düz deyil, 50% səhv, 50% 2-də 1. 2-də 1 50% deməkdir. 2-də 1 vur 2-də 1. Olur nə? Xəta ehtimalı olur 4-də 1. Üçüncüsü gəlsə nə olacaq? 2 vur 2 elə 4 vur 2 elədi neçədir? 8-də 1. Vur 2 elədi 16-da 1. 5-ci eləcə 32-də 1. 6-cı fəqihdə elədi neçə? 64-də 1. 7-ci fəqihdə elədi 128-də 1. 8-cində elədən 2 neçədə 1. Təxminən bir 15-20 çıxdan 1000-də 1 ehtimalda olacaq. Yəni 1000-də 1 ehtimal var ki, xəta eləyirlər. Aydın oldu? Xəta ehtimalı o qədər yoxa çıxır ki, heç nə olur axırda. Artıq bəşər ağlı, hələqə sanıcı, o ehtimalı saxlaya bilmir. 0,3 dənə sıfırdan sonra bir ehtimalına xəta eləyiblər. Demək, yoxdur da, yəni xəta yoxdur. Aydın oldu? Deyir ki, əgər insanı o qədər çox alsa ki, bu fətvalar arxayınlığı versə, həmin onu yəqin, həmən itminan höccətdir. İcma və şöhrət öz-özlüyündən höccət deyil. Təvatürdə nə deyirdi? Təvatürdə ki, qət verir, qət verdiyi üçün nə olur? Höccət olur. Burada isə bunlar məsumun sözünü demir ki, bu öz fətvasını deyir. Təvatürdə deyirdi, məsumdan nəql elə. İmam Sadiq əleyhissalam buyurur, Peyğəmbər buyurur, Həzrət Əmir əleyhissalam buyurur, imamın sözünü nəql edirdi, hissi şeylərdilər. Burada isə fətva deyir. Ata ölsə, oğlunun ondan apardıyıqsa, xums yoxdur, məndən kimi sözünü deyir. Dədəsinin sözü deyil, öz sözünü haradan deyil, məndən bilmirəm. Deməli, kəşf edir ki, nədir? Bunun arxasında bir hədis, bir rivayət olub ki, bizə çatmayıb. Fətva formasında çatıb, hədisinə də çatmayıb. Xətaları cəmləşdirəcəm, vurduğucan bir-birinə nə olur axırda? Yoxa çıxır o xətalar. Xətalar azalır. Artıq insanda itminan və yaxud yəqin yaradır ki, doğrudan da bunun arxasında bir hökm-i şər'i olubdur ki, bir hədis olubdur. O hədis formasına çatılmasa da fətva formasına gəlib çatır. Elədir? Seyyid buyurur ki, əgərsə həmən bu itminan hasıl olsa höccətdir, hasıl olmasa höccətdir. Çünki icma və şöhrət öz-özünün höccəti yoxdur. Zənni dəlildir və hər hansı bir zənnin də höccəti yox, ta ki höccəti sabit olana qədər. Yəni, əsl. Əl-əslu ində şəkki fil-hüccə, ədəmül hüccə. Yavuz'a gəlir, bir şeyin höccət olmağına şəkk gəlirsə, əslinin höccət olmamağı sabit olmalıdır. Həmin, məsələn, müştəhidlər ki, fətva veriblər, biz deyik, məsələn, mümkündür, hədis olub çıxmayıb bizim əlimizə. Mümkün deyilsə, yəni əslən şey olmayıb. Hədis olub usul qaydalarına, məsələn. Nə? O deyil, usul qaydalara getməz. Biz danışırıq, qudəmadan danışırıq, indicilərin danışmırıq ki. Biz danışırıq, əsr nəslə yaxın insanlardan, təxminən qudəmanın... Yox, bildim. İcmanın axırıncısı deyilər, Şeyx Tusidir. Şeyx Tusi deyilər, artıq İcma onlara aid. Hə, qudəman icması. Ondan indiyə qədər. Yox, indikilər maraqlarına görə nə deyirlər, amma əsl icma deyəndə qəsdlərimiz o da o qədimçilər kişilər, olardı. Sonrakılar yox. Xülasə, bunda bir bəhsi var inşallah, icma bəhsinə gələn hələqalarda geniş o şəkildə gələcək ki, icma deyəndə kimi gəzər. Xülasə, ən-mühim sözümüzün canı burasındadır ki, şəhid buyurur, təvatürün höccəti zatı üçün elm verəcək, qət verəcək özünə hazır. Amma icma və şöhrətdə isə itminan yəqin hasıl olsa höccətdir, hasıl olmasa höccət deyil. Ondan sonra keçirik nəyə? İcma ilə şöhrətin fərqi bildir. İcmada hamısı eyni söz deyib, şöhrətdə əksə deyil. Sonra keçirik sirə mütəşərriyəyə. Sirə mütəşərriyə nədir? Nəql olunur ki, məsələn, fərzən belə deyək. Mən atamdan gördüm ki, məsələn, fərzən belə deyək. Fərzən üzünə saqqal qoyur. Sonra isə dedi, mömin saqqal qoyar. Dedim, niyə dedi, dədəm də belə gördüm. Dədəm dədəsindən belə gördü. Hər biri də mömin təbəqəni gördü ki, məsələn, deyə saqqal qoyurlar. Və nəsə bu saqqal da dinlə bağlayırlar. Görürəm, məsələn, deyək, Yəhudinin də alimi saqqal qoyur, Xristiyan da alimi saqqal qoyur. Nəsə dinlə bir bağlılığı var, şəriətlə bağlı var. Yəni, üqəlayi bir şey deyil. Bir dəfə deyirik, məsələn, fərzən belə deyil, bir nəfər öləndə ölünün yanına gelib baş sağlığı verərlər. Ay, nə oldu? Bunu nəyə bağlayır? Bu deyil, siyyətül üqəladır. Bütpərəst də o şeylər, ateist ölünü bir adam görər, o şeydən baş sağlığı ki, başın sağ olsun, canın sağ olsun. Möminlər də bu şey görürlər. Kafirlər də, dinsizlər də, dinlilər də. Bundan da hələ Sirətül Üqalıdan danışmırıq. Bunu qoymuşuq, saxlamışıq artıq. Sirətül Üqalıdan, indi Sirətül Mütəşərriyədən danışırıq. Mömin bir təbəqə nəsil bə nəsil eyni şey yaşadıblar həyatlarında, əməllərində. Dərhal deyir ki, əşirimiz xəta ilə biri xəta ilə, ikisi yadından çıxar, üçüncüsü xəta ilə, hamısı bütün dinlərə eyni xətanı elədilər.
Deməli onda nəymiş? Kəşf bizim yadlasımızın bəhsimizin adı nədir? İsbat-ı sudur. Dəlilin məsumdan sadir olmağını necə sübut edirik? Deyir bu sirətül mütəşərriyə ki var möminlərin həyat tərzi özünüz kəşf eləyir ki, indiki bunlar dindar olaraq nəsil və nəsil hamı mömin namaz qılan saqqal qoyur. Dədəmi belə gördüm, dədəm babamı belə gördüm, babam babasını belə gördüm ki, dindar olaraq saqqal saxlayır. Deməli onda nəymiş? Deməli onda Xurafat deyir də. Deyir ki, xurafata biri bağlansın ki, ola bilməz ki, bütün dindar hamısı eyni vəziyyətdə. Bu kökü xurafata bağlı. Əgər sübut eləyə bilsək ki, bu sirət məsumlara qədər gedib çatır. Fərzimiz budur. Fərzimiz budur ki, bu sirə məsumlara qədər gedib çatır. Əgər məsumların zamanında gedib çatırsa, bidəti hamısı elədir. Eyni bidəti hamısı eləyirlər və imam da sükut eləyir. Ola bilər belə bir şey. Yox. Ola bilsin ki, məsələn deyir, Allah səhv etmir bir şey deyil, onda baş qoşmur. Elə hamı eyni günah elə, hamı eyni bidət eləyir, amma oturub baxır onlara. Aydın oldu. Özəlliklə fərzimiz bu dindar olaraq, mütədəyin olaraq, üqəlayı yox. Bəxtim ki, məsələn, ölü cərəsinə baş sağlığı vermək üqəlayı bir şeydir. Biz ondan danışmırıq. Biz bundan danışırıq ki, məsələn, fərzdən misal deyək, dəstəmaz alan zaman biraz önə çəkilir, məhz çəkmək. Hamısı bu şeydir və heç kəs də etiraz eləmir. Bu qəlayı bir şey deyil. Məsələn, dəstəmaz əsnasında məsələn dönümümüzdən danışmaq önemli. Bu şər'i bir şeydir məsələn. Bunun qəlayla əlaqəsi yoxdur. Belə olanda deyir ki, bunun biri xəta eləsin, 5-i, 100-i, 1000-i ola bilməz ki, bütün mütədəyyinlər hamısı eyni xətanı eləsinlər. İmam da etiraz eləməz. Deməli onda imamdan bir nəsl sadir olmuşmuş, tövsiyə, bir tapşırıq, bir şey sadir olmuşmuş ki, hədis forması zadmasa da möminlərin əməli onu yaşadıbdır, bizim üçün gətiribdir. Deməli nə olur? Dəlil şəri olur. Bura qədər vazihdir. Bəli. Oxuyaq. Bir dəqiqə dayandırın. Oxuyaq. Likəy nə'mələ bi kəlamin bi vasfi dəlilən şər'iyyən, əgər bir şər'i dəlilə, yəni hər hansı bir kəlama ki, şər'i dəlil ünvanında vəsfi ilə əməl etmək istəyiriksə, bir dəfə deyək, hər hansı bir yolla keçənin sözünə danışan bir də var. Bir kəlam ki, ona dəlil şər'i deyiləm. Dəlil şər'i deyəndə kimin sözü qəsd edilir? Allahın Peyğəmbərin imamı. Hətta müştehidin sözü belə, əgər bilsək ki, imamın, Peyğəmbərin Allahın sözünü söyləşəmək nə fayda olamamışım insandır. Yenə də şər'i dəlil olmadı. Mümkündür bəzən müsaməhətən risalə əməliyyə nə deyək? Deyək ki, şər'i dəlil. Amma nəyə görə? Müştehidin yazdığına görə yox. Müştehid söykənib ora yazın, ona görə şər'i dəlil deyil. لِكَيْ نَعْمَلَ بِكَلَامٍ بِوَصْفِهِ دَلِيلًا شَرْعِيًّا لَا بُدَّ مِنْ إِثْبَاتِ الصُّدُورِ مِنَ الْمَعْصُومِ Hökmün onun məsumdan sadir olmağı sübut eləməli. Və zâlikə bi əhədi turuq taliyə. 1. Ət-təvatür. Vətərə, vatərə, yuvatür. Bir şey oxusun, dalıyızdan gəlmək deyərlər. Tətraki gəlib Quranda, Peyğəmbər tətraki biri digərin dalıyızdan gəlirdi. Həmən bu vatərə sözündədir. Vətərə, təvatərə eyni sözdür. Vətər. Təvatür nə deməkdir? Bir xəbər gəlir, onun dalıyızdan oğlusu gəlir. Taşın məsələdir. Bir səhabə deyir ki, Peyğəmbər buyurdu ki, ya Ali, məsələn, mən kuntum ola fəhədə aliyum ollah. Əbu Zər dedi, Səlman dedi, Meqdad dedi, Ubey dedi, İbn Məsud dedi, hamısı eyni söz deyirlər. Bunun biri yalan deyir, 2 səhv eləyir, 3 səhv eləyir, 90 min hamısı eyni səhv eləyir, eyni yalan deyir. Demək, onda yəqin verir ki, Peyğəmbər doğrudan da bu söz deyil. Və zəlikə bi əhədi turuqit taliyə, təvatür. Və zəlikə bi ən yənquləhu ədədun kəbirun minər-ruvat. Çoxlu saydı. Nə qədər? 30 dənə, 40 dənə, 50 dənə hələqə saniyyə gələcək bu bəhsdə ki, neçə dənə olmalıdır? Təvatür neçə dənə olmalıdır? Cürbəcür nəzər əliyəcəklər, tələsmə. Və kullu xəbərin min hədəl ədədil kəbir yüşəkkilu ihtimalən lil-qadiyyə və qərinətən li-isbatihə. İki, bu çox sayılı ədədlərdən, çox sayılı xəbərlərin hər biri yüşəkkilu ihtimalən lil-qadiyyə. Bir qəziyyə üçün bir ehtimaldır. Və qərinətən li-isbatihə. Onu sübut eləmək üçün o qərinədir. Və bitərakumi ehtimalat və qərain, bu ehtimalların və qərinələrin çoxalmağı ilə yəhsəl yəqin bir suduril kəlam. Artıq həmən kəlamın sadir olmağına yəqin hasil edirik.
Əbu Zər səhv eşitdi. Salman düz eşitmədi. Salman xəta elədi. Nə bilim İbn Abbas falan. Dayanıb bunun hamısını necə oldu şahın? Hələsələ 5% ehtimal verir, olur 100%. Axırda bunun 5%, 5%, 5% hələ düz ehtimal götürəndə vuranda bir ya çıxın neçə faiz axır bu. Yəqin hesabladım ki, bu adam bu sözü deyil. Ve بتراكم الاحتمالات والقرائن يحصل اليقين بصدور الكلام وحجية التواتر قائمة على أساس إفادته للعلم. Tevatürün hücciyetinin üzerinde kurulu elm verdiğine göre, elm faydası verdiğine, yani bize elm yakın verdiğine göre hüccettir. Ve la tehtacu hücciyetu ila ce'lin ve teabbudin şer'i. Artık onun hücciyeti başka bir şer'i delle, başka bir şer'i teabbüde ihtiyaç yoktur ki şari desin hüccettir. Evet. Çünkü elm öz-özünden hüccettir. Elmin şarinin hüccet eləmeye ihtiyaç yoktur. İkinci icma ve şöhrət. İcma ve şöhrət artıq rivayətdən söhbət getmir, fətvadan söhbət gedir. Yuxarıda hədisdən danışırdıq, hədis gəlir. Ta ki İmam Sadiq əleyhissalam buyurur ki, kürsü mundarlıq qəbul eləmir. İmam əleyhissalam eyni sözdür, İmam Hadi əleyhissalam eyni sözdür, İmam Sadiq əleyhissalam başqa sahabəsinin eyni sözdür. O qədər çox rivayət var ki, hamısı eyni söz deyir ki, mümkün də dillər müxtəlifdir. Mənası eyni olur ki, su kürrətlə satandan sonra nəcislə qarşılaşanda iyi rəngi, dadı dəyişmirsə, mundarlıq qəbul eləmir, mundarlanmır. Mümkün cümlə quruluşları fərqli ola bilər, amma mənası nə olur? Eyni şey olur. İcma və şöhrətdə isə biz artıq nəyi görürük? Hədis görmürük, fətva görürük. Məsələn, əl-kur mu'tasimun ma lem yetəğəyyər ihda avsafihi. Bu cür yəni. Əl-icma və şöhrət olduğu dəlik ənna izə lahidna fətvel fəqihil vahid bi vücubil xums fil məadin. Məsələn, bir fəqihin fətvasını gördüm ki, mədəndə xums vacibdir. Məsələn, yerdən bir şey çıxartmışsın, xumsunu verməlisən. Nəcid ənə tüşəkkilu qərinətə isbatın naqisətin əla vücudu dəlili nəvzi. Bu özü-özlüyünə bu fətva əmələ gətirir, bir qərinə əmələ gətirir. Nə üçün? Nəyi sübut eləmək üçün? İsbat naqisə. Naqis bir isbat yoludur. Nə üçün? Əla vücudu dəlil nəvzi. Bir ləfzi dəlilə naqis yoldur. Yəni, ehtimal eləyəm ki, bir hədis olmuşdu imamla. Ehtimal olur, xətasıdır, öz səhvidir. Ehtimal eləyəm imamın sözünə. Söykənin bu fətvanı verib, ehtimalını xəta eləyib. Aydın oldu. O dəlil ləfzi ki, imamdan sadır olmuşdu, onu sübut eləmək üçün nədir? Naqis bir yoldur. Musbəqin, yəni əvvəlcədən var imiş. Yədullu alə hadəl vücub. Bu vacibə dəlat edəcək bir ləfzi dəlil var imiş, bizim əlimizə çatmır. Məsələn, Şeyx Kuleynin əlinə çatmışmış. Hədisi kimi deməyək, fətva kimi deyil. Məsələn. Liənnə fətvəl fəqih, çünki bu fəqhin fətvası təcəalnə nəhtəmil təfsirin ləha. İki cür təfsir eləyə bilərik. Əhaduhuma ən yekuna qad istənədə fi fətva ilə dəlilin ləfzi. Məsələn, bir surətin sahiyyə. Birinci ehtimal budur ki, ləfzi bir dəlillə söykənibdir, normal şəkildə, səhih şəkildə ondan isbat edibdir. Vəl-axir ən yekuna muxtiyən fi fətva. İkinci ehtimal da budur ki, fətvasında xəta edib. Və madumna nəhtəmil fi hədəyni təfsirin mə'ən. İndi ki, hər iki ehtimalımız var. Fəhiyyə qərinətu isbatın naqis. Bu naqis bir sübut yoludur. Naqis isbatın qərinəsidir. فإذا أضفنا إلى فتوى فقيه آخر. Birdən bunun böğrünə Şeyx Kuleynin fətvasını böğrünə Şeyx Sadıqın da fətvasını qoyduq. Bir vücubil xums fil məadi. Gördüm ki, Şeyx Sadıqda eyni söz deyib ki, yerdən çıxartdığım mədənlərdə xums vardı. Kəbura ehtimal vücudu dəlilin ləfzi yədullu aləl hökm. Hökmə dəlalət eləyəcək ləfzi bir dəlilin olmaq ehtimal biraz da böyüdür. Nəticə niyə? Nəticənin ictimai qərinətini naqisəti, iki dənə naqis qərinə cəmləşdi. Və hinə yandam iləl fəqihin. Fəqihun salis. Üçüncü fəqih də məsələn İbn Cüneyd eyni söz dedi. Nəzdadu meylən iləl-i'timad bi vücudu hazır dəlil ləfzi. Artıq qəlbimizdə bir meyl yaranır ki, bu ləfzi dəlillə söykənək. Görmədiyimiz, əlimizə çatmayan ləfzi dəlil. Fətva formasını çatıb, amma imam sözü kimi çatmayıb. Və hakədə nəzdadu meylən iləl-i'tiqad bi zalikə kullə məzdada ədədül fuqaha əl-muftin. Fətva verən fəqihlərin sayı artdıqca o dəlillə olan ürək qızdırmamız, onun necə meylimiz biraz da nə olur? Çoxalır, artır. Nə barədə bir vücubil xums fil məadin. Mədənlərdə xums vacibdir. Fə izə kənəl fuqaha qəd ittəfəqu cəmiyyən ələ hadəl fətva. Summiyə zalikə icmaən. Əgər deyini, hamısı eyni sözdə ittifak eləyiblər. Müxalif tapa bilmədim. Kimə baxdımsa gördüm nədir? Eyni söz deyil. Buna deyilir icma. Bu təkcə şiyə alimlər arasındadır, yoxsa ki, bütün müsəlmanlar arasındadır? Yox, hələ ki, biz öz fəqihimizlə danışırıq biz. İcma deyəndə icma-ül fuqahadan. Bir dəfə də icma-ül umumə, bir dəfə icma-ül fuqaha. İcma-ül fuqaha deyəndə öz fəqihlərimidir. Bir dəfə icma-ül umumə bütün müsəlmanlar. Məsələn, fərzdən belə deyək. Deyək ki, fərz eləyək ki, Quran ayəsi yoxdur.
Bütün müsəlmanlar namazın qibləyə qılır, qılmır. Deyir fihi icma ümmə. Yəni ümmətin bütün firqələri vacib namaz qibləyə tərəf olmasa batildir sözünə ittifaq eləyiblər. Aydın oldu? Elə bir firqə yoxdur İslamda ki, desin ki, vacib namaz məsələn qiblədən başqa yerdə olur. Ona deyilə icma ümmə. Onda danışmırıq. İcma fuqahadan danışır. Öz fərqlərimiz. Və izə kanu şəkkilən əksəriyyə fəqat summiyə zəlikə şöhrətən. Birdən gəl çoxluq təşkil edir. Məsələn 90-ın 10-a, nə bilim 85-in 15-dən çoxluq eyni söz deyib az bir qism başqa. Ona deyilə icma, şöhrət. Fəl-icma və şöhrət tariqan liftişafi vücudi dəlil. Demək onda icma və şöhrət özü dəlil deyil. Bəlkə nədir? Təriqani iki dənə yoldular. Bu icma və şöhrət özü dəlil deyil. Həqiqi dəlilə yoldular. Çünki dedim ki, müctehid də mənim kimi insanda onun sözü, mənim kimi insan sözü mənə dəlil ola bilər. Bəs niyə görə müştehidə itaat edirik? Çünki məsumun sözünü xəbər verir. Onun sözü əsasında. Əgər bir söz ki, bir müştehid fətva verəndə məsumun sözünün müxalifinə fətva verir. Söz götürə bilərik onu. Tutar. Ona görə deyir ki, əl-icma və şöhrət təriqan bunlar yoldular. Liktişafi vücudi dəlili ləfzi. Ləfzi bir dəlili kəşf eləmək üçün yoldular. Fi cümlətin minəl əhyan əksər hallarda və hükmül icma və şöhrə min nahiyyətin usuliyyətin ənəhum mətə həsiləl elm bid-dəlil şər'i. İcma və şöhrətin hökmü budur. Min nahiyyə usuliyyə, usul baxımından. Bunlar höccətlə höccət deyirlər, hökmü budur. Hökmün höccət. Usul baxımından, usul elmində bunlar höccət olub olmamağının hökmü budur ki, mətə həsiləl ilm bid-dəlil şər'i bisəbəbil icma və şöhrə. Şöhrət və icma səbəbinə görə hər zaman şər'i bir dəlilin olmağına, elm hasıl olsa ki, burada bir şər'i dəlil varmış, bir hədis var imiş, vəcəbəl əxd bizalikə, onda həmin o icma və şöhrətə söykənməli və fətva verməli. Harda? Fi əməl istinbat əməliyyatında. Və əsbəhəl icma'u və şöhrətü hüccətən. Belə olanda icma və şöhrət dönüb hüccət olurlar. Və izə ləm yəhsəlil ilm bisəbəbil icma və şöhrət fəla i'tibarə bihima. Əgər birdən icma və şöhrət nə olsa, o elmi verməsələr, icma və şöhrətdən həmən elm yaranmasa, inşallah gəlib oxuyacaq ki, məsələn, deyəcək ki, əgər birdən icma mədrəki olsa, o hüccəti yox, dedim, mədrəki. Yəni bir hədis var, hədisin özünü görmüşəm, həmən hədisin də icma eləyiblər. Hədisin özünü? Hədisin üzərində icma eləyiblər, yəni hədis var. O icma ki, hüccət, digər hədisi olmasın, hədisini görməyək. Gördüyümüz hədisdə icmanın faydası yoxdur. Niyə? Hədis var da. İndi ki, bilirəmsə ki, məsələn, fərzən belə deyək. Deyək, fərzən, İmam Əleyhisselam buyurdu ki, mədənə xums verir. Mədənə xums verir. İcmal dediği şey yoxdur. Yox, onu demirəm. Gələm görürüm ki, Şeyx Kuleyni deyib ki, mədənə xums vacibdir. Mədənə xums vacibdir. Dəlilim filan şey. Həmən hədis gətirir. Şeyx Sad buyurdu, mədənə xums vacibdir. Həmən hədis gətirir. Əli, Vəli, Pir, Vəli hamısı eyni sözü gətirirlər və dəlil olaraq da həmən hədisi göstərirlər. Bu icmanın qiyməti yoxdur. Niyə? Çünki artıq dəlil mənim əlimdədir. İndi ki, o dəlildən başa düşür. Birdən mən həmən hədis, onların başa düşdüyünə başa düşür ki, mədəndən məqsəd, imam məqsədi başqa şeymiş, yerdən çıxarılan deyilmiş. Məsələn. Aydın oldu. İndi mən öz başa düşdüyüm hüccətdə, onların başa düşdüyü. Artıq da burada bunların icmasında mən nə dəyəri var? Mən də müştehidəm, onlar da müştehiddir. Sadəcə onlar mənim nəzərimdə sözü səhv başa düşürlər. Mən hədisi atmıram kənara. Deyirəm ki, siz hədisi səhv başa düşürsünüz. Hədisin imamın məqsədi başqa bir şeydir. Özləri deməyimlə bəyəm. Bizim sözümüzü çatdırın sonraki nəsillər. Mümkün siz başa düşməyin, sonrakilər başa düşəcək. Gəlin 2000 ildən sonra başa düşürük ki, məsələn, misal deyirəm də fərzən. Əslində o şeylər ki, məsələn, misal deyirəm ha bunu. O şeylər ki, çöldən torpağın altına gedib yığılırsa, qiymətli bir əşya çevrilirsə, ona mədən deməzlər. Mədən olur ki, torpağın içində əmələ gəlsin. Aydın oldu. Çöldən alüminium, zirzibil töküldüsün, torpaq üstü, getdi orada reaksiyalar girdi. Məsələn, bir dənə qiymətli bir şey əmələ gəldisə, mümkün onu mədən deməzlər. Mədən olur ki, yerin içində əmələ gəlsin, çölündə yox. Məsələn, fərzən, misal fərzən bu sabit oldu. Bunlar deyirlər, yerin altında hər nə əmələ gəlsə, o mədən deyirəm, yox, siz başa düşürsünüz. İmam məqsədi, məsələn, başqa bir şeydir. İndi bunlar ki, icma eləyiblər, o icmanın mənə nə dəxli var? Artıq mənim əlimdə dəlilim vardı. Dəlilə baxacam, dəlil məni qane eləyəcək, fətva verəcəm, qane eləməyəcək, fətva onu verməyəcəm. Aydın oldu? İcma o yerdə lazımdır ki, dəlil yoxdur. Nəs yoxdur, dəlil yoxdur.
Və izə ləm yəhsəl elm bi səbəbil icma və şöhrə hüccə. Yoxdur. Və izə ləm yəhsəl elm bi səbəbil icma və şöhrə fəla etibarə bihimə. Əgər həmən bu icma və şöhrət sayəsində elm hasilləmədiysə o dəlil barəsində onda hüccəti yoxdur. İz la yufidən hinəydin illə zən. Çünki bunlar bu halda ancaq zən verirlər. Və la dəllələ hüccəti zən. Hüccəti hazırdan şərən və bu zənnində şərən heç bir hüccəti yoxdur. Fəl əslu ədəmu hüccəti. Çünki əsl budur ki, hüccət yoxdur. Liənnə hâzə huvəl əsl fi kulli zənnin. Çünki hər bir zəndə əsl hüccət olmamağıdır. Kəma təqəddəm necə keçdi qabaqda. Əs-salis sirətul mütəşərriyə. Mömin təbəqənin həyat tərzi, atdığı addımlar. Və hiyə sulukul am lil mütədəyyinin fi əsril məsumin. Məsumların əsrində və ya deyir, buna bəlkə bidət edirlər. Ona verir ki, şərti budur ki, məsum əsrində olsun. Bizim zamanda yox. Bizim ona gündə bir din çıxardı. Fərzimiz budur ki, məsumun gözünün qabağında həmən sirə vardı. Fi əsr məsum min qabil ittifaqi mələyin qaməti salati zuhr fi yevmil cümə bədələn salati cümə. Məsələn deyək ki, sübut olundu ki, məsumların zamanında cümə günündə kütləvi surətdə şiyələr mömin təbəqə cümə namazını yox, zöhr namazını qılırdılar. Yəni bu qədər hamısı dinsizdirlər, nəuzubillah, Quran ayəsinə qarşı çıxırdılar. Yəni onda məsum nəsə bir şey sadir olmuşmuş olar ki, bizim xəbərimiz yoxdur. Quranda hər gün cümə surəsini oxuyor, hər cümə oxuyor, cümləyə getmirlər, özləri zöhr namazı qılırlar. Və bu da uqəlai bir şey deyil. Uqəla nədir cümə namazı, nədir, zöhr namazı nədir? Şəriətdən mütələqqatdır, şəriətdən götürülən bir şeydir. Məlum oldu? deyir ki, min qabil ittifaqi mələ iqaməti salatil zuhr fi yevmil cümə bədən an salatil cümə. Əv ala ədəmi dəfi xums minəl miras. Yaxud da ki, məsələn, irsdən xums verməmək barəsində hamısı eyni şeylə, hamısı ata söyləndə atadan satan irsdən xums vermir, dindar olaraq. Məquldur, hamısı haram yeyirlər bunlar? Yox. Və hadə sülukil am izə həlləlnahu ilə müfrədat. İndi becər bu ümumi həyat tərzi ki var, sülukul am, yəni hamısı eyni hərəkət eləyirlər. Bunu biraz təhlil eləsək. Ayırsaq müfrədələrinə. Və lahədnə suluki kulli fərdi, kulli vahidin müsurəti müstəqillə. Hər bir həmən zamanda yaşamış insanın həyatına təkcə baxsaq özünə. Nəcid ənə sulukəl fərd əl-mütədəyyinil vahid fi əsr təşriyə yu'təbər qarinətə isbatin naqisətin ələ suduri bəyanın şəri yuqərriru zalikə suluk. Baxıram, görürəm, məsələn, İmam Sadiq əleyhissalam dövründə yaşamış 4000 tələbəsi var. Zürarənin həyatını araşdırdım, gördüm ki, Zürarə cümə günündə cümə yox, məsələn, zöhr namazı qılırdı. Muhammed ibn Müslimin həyatını araşdırdım, gördüm, o da iş görürmüş. Cəmil ibn Dərracı araşdırdım. Ta ki, məsələn, deyim, Bukeyrin həyatı o da eyni şey. Nə bilim, Abdullah ibn Yafur eyni şey. Hər bir fərq baxıram, deyirəm ki, ehtimal edirəm də bu söz, yəni bu imam səhabəsidir, imamla bircə yaşamış insandır, bu hərəkət edirsə, ehtimalı var. Xəta edir, səhv edir, bidət edir, ehtimal da var, imamdan soruşub edir. Elə deyil, hər iki ehtimal vardır. Zürarədə də onu gördüm, Abdullah ibn Yafurda da, Füzeyl ibn Yasarda da, Əlidə də, Vəlidə də, hamısında eyni şey görürəm. Fərd, birinin fərdinə baxanda nə olur? Nəcid ənə sulukəl fərdil mütədəyyinil vahid, dindar olan bir şəxsin şəxsi həyatı, harada? Fi əsr təşriyə, o imamın zamanında. Özü-özlüyündə şəxsi bir nəfər ki, yu'təbər qərinətə isbatin, özü-özlüyündə bir qərinədir, sübut eləmək üçün, amma naqisdir. Qərinətə isbatin naqisətin. Naqis bir yoldur, qərinədir, ələ suduri bəyanın şəri ki, imamdan belə bir şey sadir olmuşmuş bunların barəsində. Yuqərriru zalikə suluk, yəni həmən bunun bu həyat tərzini, bunun bu rəftarın təqrir eləyib, təsdiqləyibdir. Və nəhtəmil fi nəfsil vəqtəydən əl-xəta və l-qəflə. Ehtimal deyirəm ki, məsələn, Abdullah ibn Yafur, Zürarə, Muhammed ibn Müslim filan kəs xəta eləyiblər, bu da var. Və hətta təsamü, hətta məsələn, səhlənkarlıq eləyiblər. فإذا عرفنا أن فردين في عصر التشريع كانا يسلكان نفس السلوك ve yusalliyan zuhr mesela fi yevmil cuma. İndi birdən gördüm, ikincisi də eyni işi görür. O da əsr təşridə imamın səhabəsi olaraq cümə günündə zöhr qılır. İzdad qüvvətül isbat, onda həmən imamdan sadir olan dəlil sübut eləmək qüvvəti biraz da artır. Və həqiqətə təkburu qüvvətül isbat naratsan hilal. Yox. Belə izləmək üçün sağdan sağırır. Yaxşı. Nəysə, deyir ki, və həqiqətə təkburu qüvvətül isbat hətta təsil ilə dərəcətin kəbirə. Beləcə, isbat qüvvəsi artır, böyüyür, ta ki,
təsil dərəcətin kəbirə, böyük bir dərəcəyə çatır. İndəmə na'rif ənə zəlikə süluk kənə sülukən ammə. İndi görür ki, o sülük artıq ümumi həyat tərzinə çevrilir. Möminlər hamısı o iş görürlər. Yəttəbi'uhu cəmhərətul mutədəyin, cəmiyyən cümhur edəndə. Bütün dindarlar o iş görür. Fi əsl təşrif, imamın zamanında. İz yəbdu minəl müəkkəd hinə izin. Onda təkid olunmuş formada arxain oluruq ki, ənə sülükə haulay cəmiyyən ləm yənşəən xətayn əv qaflətin əv təsamuh. Bu qədər bu müminin, hamısı da mümin şəxslər, mühüm şəxslər, dindar, Allahdan qorxan, bunların bu həyat tərzi, bu atdığı addımlar ləm yənşəən xətayn, xətadan baş verməyib, qəflətdən də irəli gəlməyib, şəriəti yüngül saymaqdan da təsamuh nə deməkdir? Şəriəti yüngül tutmaq, şəriəti yüngül tutmaqdan da irəli gəlməyib. Niyə? Li'annəl xata vəl-qəflə əv-təsamuh. Çünki xətadır, qəflətdir, nə bilim, şəriətə səhlənkar yanaşmaqdır. Qad yaqav fihi haza əv zak. Bu əlidə, vəlidə oldu. Birində, ikisində, üçündə, beşində. Və leysə minəl muhtəməl ən yaqa fihi cəmhərətul mutədəyyinin fi əsr təşril cəmiyyən. Amma əsr təşrildə imamların zamanında yaşamış bütün möminlər hamısı eyni xətanı, eyni səhlənkarlıq eləsin. Bu artıq ağla batan deyil. Və hakəzə na'rif ənə sülukəl am müstənədun ilə bəyanın şəri. Beləcə başa düşülür ki, bu ümumi şəkildə bunların həyat tərzi, bunların rəftarı nəyə söykənir? Şəri bir dəlillə söykənilmiş. Yədullu alə imkan iqaməti zor fi yevmil cümə. Dəlalət edir ki, cümə günündə zöhr namazını qılmaq olarmış. Deməli onda hədis formasına çatmayıb. Amma imamın bir sözü varmış ki, söz kimi çatmasa da bunların əməlində çatıb ki, zürarə deyini şöyle məsələn küfəlidir fərz. Bunun özündə də iki dənə dəlilimiz vardı. Bir əsr təşridə olduqlarına görə, ikinci də cümhur, yəni hamısı eyni şeydir. İmamın gözünün qabağında yanında bu işləri görürlər. Özdə uqəlai şey deyil, şəriətə aid olan bir şeydir. Uqəla qabaqda gələcəkdir. Sirətül uqəla gələcək qabaq. Deməli onda imamdan belə bir əmr sadir olmuşmuş. Hədis kimi çatmayıb, insanların əməli formasına çatıbdı. Və ədəm vücubil xumus fil miras məsələn və hiyə fil qalib tuəddi iləl cəzm bil bəyan şəri. Belə olan halda adətən, qalibən insana nə verir? Yəqin verir ki, belə bir şəri bəyan olubdur. Dımnə şurudin la məcəli təfsilhə əl-an. Amma bunda bir şərtləri var ki, artıq hələqə ola onun yeri deyil. Hələqə sarıda, hələqə sarısı da qayılacaq bu məsələyə. Və mətə kanət kəzalikə fəyyə hüccətun. Hər zaman belə oldu, yəni kütləvi surətdə müəminlər eyni addımı atdısa, o hüccət olacaq. Və əmmə izə ləm yəhsəl minhəl cəzm fəla ətibarə biha. Amma əgər birdən cəzm hasıl olmadı, şübhədə qaldı, bilmədim ki, bunun hamısı belirli şeylərin hüccət yoxdur. Li'ədəmin dələlə hüccəti hinəydən, çünki artıq bunun hüccət olmağını sübut edəcək dəlilimiz yoxdur. Və həzihi turuq əs-sələs kulluha məbniyyətun ələ tərakümül ehtimalat və təcəmmüül qərain. Bu dediyim üç yol, yəni nə? Hansı yol? Təvatür, icma və şöhrə. Bir də bu. Bəli. Təvatür, icma ilə şöhrə və sirəmtür. Bunlar hamısı ehtimalların cəmləşməsindən dəlil çevrilirlər. Təcəmmül qərain. Dördüncü, xəbərül vahid əs-siqə. Dördüncü yolumuz odur ki, şari gəlir bizim üçün üqəlanın bir atdığı addımı təsdiqləyir. O da nədir? Düzgün insan söz gətirəndə onun sözünü qəbulləmək. Bəli. Aydın oldu. Allah Müsəlman Qur'anda bu ki, İnca'əkum fasiqun binəbəyin fətəbəyyənu. Əgər fasik sizə xəbər gətirərsə, onu araşdırın. Yazı gəlir cümlə şərtinin məfhumu. Dedi ki, şərt cümləsinin məfhumu var. Nə deməli şərt cümləsinin məfhumu var? Yəni şərt ədəm olanda onun cəzası da ədəm olur. İnca'əkə zeydun fəəkrimhu. İlləm yəcəkə zeydun la tukrimhu. Ya da gəlir? Gəlir. İnca'əkə fasiqun təbəyyən fi xəbərihi. İn ləm yəcəkə fasiqun fəla tətəbəyyən bi xəbərihi. Aydın oldu? Əgər fasik xəbər gətirsə, xəbərini araşdır. Fasik gətirməsə xəbəri, yəni başqası gətirsə, fasik olmayan gətirən nə? Yəni adil insan. Fasik olmayan xəbər gətirsə, onun xəbərini araşdırma. Nədir araşdırma? Birbaşa götür. Mümkün bir yalancıdır. Sözün dedim mənə, durum getdim, məsələn, dedi ki, orada maşın toqquşdu. Yalancıdır, bilən fırıldı. Boylandım, baxın, görün düz deyil. İndi bilən düz danışan xəbər gətirsə. Quran deyir ki, əgər fasik xəbər gətirsə araşdırın. Yəni nə? Fasik olmayan xəbər gətirsə araşdırmayın. Məlum oldu. Deməli, şari bizim üçün nə qərar verdi? Hüccət qərar verdi. Amma bu ehtimalla deyil ki, mən arxain olan. Şari məncə yol qoydu.
Əgərsə bir siqə, bir mötəbər insan sənə xəbər gətirdisə, istər qəlbində rahatlıq tap ya tapma, bunu qəbul elə. Bəli. Zürarə dedirsə, İmam Sadiq əleyhissalam eşitdi ki, qəhqəhə namazı batil eləyir, deyir, batil eləyir. Düzdür, içində qara qura var, bəlkə zürarə səhv eşidib, bəlkə xəta eləyib, bəlkə düz başa düşməyib. Duamızı var da, dərsdə yuxulayıb, fikir yanındaymış insanlar. Hüccət qərar verir sizə. Qabaqçılar deyir ki, əgər arxayınlıq versə, qəlbində itminan yaratsa hüccət, bunu demir. Buradakı hüccətdir artıq. Yəni. Xəbəri vahid hüccətdir, şari, düz insanın sözü hüccətdir. Amma öz sözün yox ha, imamın sözünü danışır. Bir dəfə Zürarə deyir ki, namaz qəhqəhə ilə batil olur. Yəni. Demir imamdan eşitdim. Deyir, özü üçün orada mən kimi insandır, məndən bu nədir? Bir dəfə deyir, imamdan eşitdim. Öz sözünün ki, xəbəri verir, ona bizə hüccət yoxdur. Bizim haçan hüccət olur? İmamın sözünü xəbər verir. Nəql edən onu. Ay sağ ol. Ona görə bəhs var. Ki, məsələn, deyək, Zürarə kimi, ya məsələn, Yunus ibn Əbdülrəhman kimi böyük fəqihlərin birdən fətvasının əlimizə çatsa, fətvası, hədisi yox. Bəli. Yunus, fətava Yunus, hüccə olar, fiqdə bir dənə bəhs var, üsulda daha doğrusu. Yunusun fətvaları hüccətliyə yox. Deməli, fətvalar var ki. Yunus özü, İmam Kazım, İmam Rıza əleyhissalam böyük səhabələrində böyük fəqih idi, müştəhid idi, mərcəyi təqlid edirdi. Bəzi yerdə Yunusun hədisləri yox, fətvaları əlimizdədir. Yunus, məsələn, Yunusun tələbələri ki, Yunus belə fətva verərdi. Qalırıq belə, ay Allah, bu görəsən, öz istinbatıdır bunun, ya hədisdən çıxartdığıdır. Onun görə bəhsi var. Görəsən, Yunusun fətvası da sözü kimi hüccətdir. Yox, Yunus da müştəhiddir. Xəta elə bilər. Bu müştəhidin sözləri, ta ki, Seyyid Həkimin sözü Seyyid İslam üçün hüccətdir. Niyə Yunus ibn Əbdülrahman sözü Seyyid İslamın hüccət olsun? O da müştəhid, o da müştəhiddir. Ona görə, nə vaxt hüccət olur? Öz sözünü nəqlləməsin. İmamın sözündə, məsumun sözündə desin ki, imamdan belə eşitdim, imam belə məsələn yazmışdır, məktubunda ya sözündə. Ər-rabi xəbərul vahid əs-siqə və nuəbbir bi xəbəril vahid ən kulli xəbərin la yufid ilə ilhə, bunu deməmişdir. Deyir ki, biz deyirik xəbəri vahid deyəndə məqsədimiz bir dənə ravinin sözü deyil, ha, mütəvatir olmayan hədisə xəbəri vahid deyil. Mümkün 2-dir, 5-dir, 10 dənədir. 10 dənə hədisə xəbəri vahid deyirik. Xəbərul vahid bir istilahdır mütəvatirin müqabilində. Hədis ya xəbəri vahid ya mütəvatirdir. Mütəvatir odur ki, yəqin verir. Vahid odur ki, zənn verir. Bu vahid 1-dən də ola bilər, 2 də olar, 3 də olar, 5 də olar. Xəbərul vahid elm verməyəndir. 1 dənə də ola bilər, çox da ola bilər. Hədisin sayı. 1 dənə də ola bilər, 3 dənə də ola bilər, 5 dənə də ola bilər. Nə qədər ki, təvatür həddinə çatmayıbsa, məsələn, misal deyək. Təvatür üçün belə bir şey yoxdur. Fərzə şərt qoyub 40 dənə hədisə mütəvatir deyirik. 39 yenə xəbər vahiddir. Bir dənə hədis olmazsa. Aynı oldu. Məsələn deyirəm, 40 deyilən bir şey yoxdur, misal deyirəm. Hətta xəbər mütəvatirə yaxın da olsa, çatmadıysa o həddə xəbər vahiddir. 1 dənə də olsa vahiddir, 15 dənə də olsa vahiddir. Yəni xəbər vahid istilahdır. Bizdə təzə tələb olan elmi xəbər var, bir nəfərin sözü yox. Xəbərul vahid istilahdır, xəbər mütəvatirin müqabilində. Xəbər vahid özdə nə ola bilər? Xəbər şəxsin vahid də ola bilər. Xəbər müstəfil də olar. Müstəfil nə deyəm? Çox. Ravilər. Çoxdur. Yəni 10 dənə ravidən mümkün nəql olunur. Ona görə Seyyid qorxdu ki, xəta elə o sözü. Dərhal nə dedi? De ki, ən kul de ki, və nuəbbir bi xəbəril vahid. Xəbər vahidini təbir eləyib. Nədən? Ən kulli xəbərin la yufidil elm. Elm verməyəcən, təvatür həddinə çatmayan hər bir xəbəri vahid deyilir. Və hukmuhu ənəu izə kanəl muxbir thiqətən uxizə bihi və kanə hüccətən. Əgər xəbər gətirən siqədirsə, düz danışandırsa, əxz eləyir, götürür onu və o hüccətdir. Və illə fələ. Əgər siqə deyilsə, və illəm təkun thiqətən fələ yəkun hüccətən. Və hadil hüccət sabitun şərhən la əqlən. Amma bu hücciyyət şəriyyətlə sabit olur. Əqlən yox. Liyənnə la təqumu alə əsası husulil qat. Çünki qət verdiyinə görə deyil, o birlər kimi deyil. Bəl əla əsası əmr-i şari bittibai xəbəri thiqə. Bəlkə şari əmr eləyib siqəyə tabi olun, ona görə götürülür sözün. Fəqəd dəllət ədillə şər'iyyə ədidə ələ zalik. Çox sayılı şər'i dəlillər dəlalət edir ki, şari əmr eləyib ki, siqənin sözünü qəbul eləyək. Və yəti bəyanı fi hələqətin müqbilətin inşallah təala. Qabaqçı hədisdə, qabaqçı hələqədə gələcək hansı yollardır, hansı dəlillərdir ki, şari bizim üçün xəbər siqəni hüccət edir. Və min tilkəl ədillə, ayətun nəbə, həmən dəlillərdən biri nəbə ayəsidir, xəbər gətirən ayəsi. Vəlid ibn Uqbə lə'nətullahi əleyhin ayəsi.
Və hiyə qavluhu teala ya eyyuhellezina amanu in ca'akum fasiqun binəbəyin Hələ fətəbəyyən. üçün gəlmə bu aya. Vəlid getdi, xəbər gətirdi ki, yalandan. Filan qovm zəkat vermək istəmirlər. Peyğəmbər də qəzəbləndi ki, möhtərəm zəkat vermirlər. Yəni dindən çıxırlar. Allah ayə nazil elədi ki, fasik xəbər gətirən onun sözünü qəbul eləmir. Göndərmiş ki, zəkat toplamağa hansısa qəbilədən, hansısa qəbilədən. Bu toplayıb fırlatmış söylüyoruz. Toplayıb yox, deyəsən nəsə təfsilatı yadıma deyil. Əvvəldən bunlar nə mücahidətə düşmənçiliyi olmuş, nə olmuşsa, bunu görəndə qaçmışdılar. Eləmişlər müharibəyə gəlirkən nə edibsə, yalanı gəlib demişdi ki, zəkat vermirlər. Nəsə belə bir şey oldu. Baxarsan illa, gələn dəfə axtarırsan ayənin təfsirini görürsən, qissə nətər oldu. Ayət-ül Nəbənin qissəsi, Hucurat surəsində də 6-cı ayə. Vəlid ibn Uqbə nə qələt eləmişdi ki, ayə nazil olunun barəsində. فَإِنَّهُ يَشْتَمِلَ عَلَى جُمْلَةٍ شَرْطِيَّةٍ. Çünki bu cümlə şərtiyyə şamil. Yəni bu cümlədə cümlə şərtiyyə var. Və hiyə tədullu məntuqan əla inatati vücubi təbəyyün bi məcil fasiq bin nəbə. Cümlə qəşəng cümlə. Diqqət elə. Və hiyə həmin cümlə şərtiyyə. Tədullu məntuqan. Bu ayənin, yəni cümlənin zahiri, görünən hissəsi, məntuqu dəlalət edir nəyə? Əla inatati vücubi təbəyyün. Axtarış aparmağın vacibliyin bağlayır bi məcil fasiq bin nəbə. O vaxt o hala ki xəbəri fasik gətirir. Fasik xəbər gətirən zaman axtarış vacib olur. İnca'akum fasiqun binəbəyin fətəbəyyənun. Belə deyirəm. Deyirəm əgər müəllim gəlib desə ki dərs yoxdur, çıxıb gedərsiniz. Nə deməkdir onun? Yəni müəllimdən başqası gəlsəndə xadimdir, ta ki tələbədir, yoldan keçəndə getməzsiniz. Aydın oldu? Deyir ki, axtarış aparmağın vacibliyi nəyə bağlayır? Fasiqin xəbər gətirməyinə. Ayənin zahiri bu cürdür. Fasik xəbər gətirsə araşdırın. Təbəyyən araşdırma aparın. Və tədullu məfhumən. Məfhumu nədədir? Əla nəfyi vücubi təbəyyün. Axtarış aparmağın vacib olmadığına dəlalət edir. Fi haləti məcil nəbə min qibəli qeyril fasik. Əgər qeyri fasik xəbər gətirərsə, onda axtarış aparmaq vacib olmur, mənfi olur. Yaxşı, niyə? Ona görə ki, leysə zəlikə illə li hüccəti, çünki fasiqdən başqası, yəni adil insan xəbər gətirəndə, onda hüccət olur, ona görə axtarmağı lazım olmur. Fəyüstəfadu minəl ayəl kərimə, hüccət xəbərli adil əthtiqə, onda adil xəbər gətirən ki, siqədir, düz danışandır, onun sözü nədir? Hüccət olur. Və yədullələ hüccəti xəbəri əйضən ən-nəsirəl mütəşərriyə və luqələ umumən ələl ittikali əleyh. İkinci dəlil olaraq deyilir ki, həm sirətül mütəşərriyə, yəni imamların zamanında yaşamış dindar təbəqə, həm də ümumən ağıllılar daimən düz danışan insan sözünə söykəniblər. Əgər bir insan kətdə, şəhərdə, qəsəbədə, idarədə düz danışan tanışıbsa, gəl bizə xəbər verir ki, məsələn fərzən deyək, ola biləcək bir şey xəbər verir, da anormal bir şey yox. Filan kəs filan söz dedi, filan kəsin filan yeri gözləyirəm. Heç ağlına gəlib durur gedir. Taşı sinif yoldaşın məsələn çöldən gəlir, bu yalancı danışır. Məsələn elətib sənin qapının altını gözləyir. Heç fikirləşmə, dərhal durursunuz gelirsən. Birdən yalancı olsaydı necə? Nə üçün? Harada gördün? Sanki bu qəlayı bir şeydir. Əgər düz danışan bir insan, fırıldaqçı deyirsə, normal bir insan xəbər gətirən nə edirik? Axtarmadan o sözün dalıca gedir. Onu hüccət bilirik. İnnə sirətəl mütəşərriyə, dindar təbəqənin sirəsi və l-uqəla və ağıllar da ümumən, ümumi şəkildə aləl ittikali əleyhən ələ xəbəril siqə. Əleyhən xəbəri siqə. Və nəstəkşif min in'iqadi sirətəl mütəşərriyə ələ zalikə və nəstəkşif kəşf eləyirik min in'iqadi sirətəl mütəşərriyə, mütəşərriyənin sirəsindən ələ zalikə, həmən bu şeyin etimadlarına istiqrar əməlin əshabil əyimmə, imamların, səhabələrin əməlindən kəşf eləyirik və ruvat əleyhi, ravilərin həyat tərzindən, onların söykənəcəyindən ənnə hüccətə mütələqqatun ləhu min qibəli şari. Deməli, onda bunların bu xəbəri siqəni hüccət bilməsi şaridən tələqqi olunub, şaridən əxz olunub, şari icazə verib. Vifqən limə təqəddəmə min hədisin ən sirətil mütəşərriyə, necə ki, hədisi sirət mütəşərriyə qeyd elədik ki, biri xəta eləsin, iki xəta eləsin, hamısı eyni xəta necə eləyər? Və keyfiyyət istidal biha, necə ki, hansı qaydada istidal eləməyin yolunu dedi. Nə idi? Əgər məsumun zamanında yaşayan insanların biri xəta elədi, biri səhlənkarlıq elədi, biri qəflətdə oldu, hamısı nədən eyni şey elədi? İndi görürük məsumların zamanında. Zürarə gedir, məsələn, Küfədə danışır, qəbul edir. Muhammed Müslüman Taifdə danışır, hamı sözün qəbul edir.
İmamların zamanında yaşamış hər bir insan, düz danışan insan sözünü qəbul eləyirsə, demək onda nədir? Məsumlar əks eləmişlər ki, düz danışan insan sözünü qəbul eləyəsən. Burada İn'iqad yəni bağlanmaq. İn'iqada yəni bağlanmaq. Baş tutmaq, hasıl olmaq. Harada yox söz? Deyir və nəstəkşif kəşf eləyirik min in'iqadi sirətil mütəşərriyin husul. İn'iqad bu husul. Min husul sirətil mütəşərriyə mütəşərriyənin sirəsinin hasıl olmağından əla zalikə, əla nə? Əla ittikal xəbər-i vahid. Xəbər ittikal. Və istiqrar əməl əshab-ı ə'immə və rüvat əleyhi imamların, səhabələri və ravilərinin bunun üzərində əməl etməsi, yəni xəbər istiqanın sözünün üzərində əməl eləməsi dəlildir nəyə? Ənnə hücciyətə hüccət xəbər istiqanə mutələqqatun ləhum, yəni li əshab-ı ə'immə imamların səhabəsi üçün hüccət hardan götürülüb? Götürmələ. Uxidə yəni, məxudun. Ənnə hüccətən məxudun ləhum, onlar əxz eləyiblər min qibəli şari'nin özündən alıblar bu hökmü ki, xəbər istiqanı axtarmazlar. Vifqən lima təqəddəm min hədisi ki, Sirətül Mütəşəriyyədən danışanda toxundu bu şey ki, və keyfiyyət istidlal biha, necə ondan istidlal edir. Nədir istidlalımızın yolu? Bunun biri xəta eləsin, iki xəta eləsin, üçü xəta. Hamı eyni xəta necə edir? Hamı eyni qəflət necə olur? Ola bilər bütün bir cəmiyyət hamısı eyni xəta. Hamı eyni qəflət edir və imam da bunlara etiraz edir. İmam da onun gözünün qabağındadır. Belə bir şey ola bilməz. Elhamdülillah Rabbil alemin və sallallahu aleyhi və səlləm Muhammedin və alihi tahirin.